Bismillahirrahmanirrahim. Elhamdülillah vahdə və salatu və selamu alə mən lə nəbiyyə bə'də. Möhtərəm müsəlmanlar, biz Allah Subhanahu izni ilə növbəsi silsilə dərslərimizə başlarıq Allahın izni ilə. Bugün ilk dərsimizdir və götürəcəyimiz kitab böyük alim Şeyx Abdüləziz İbn Bazın, Allah ona rəhmət eləsin, ümmətin hamısı üçün mühüm dərslər kitabıdır, risaləsidir və şərhçi isə şeyximiz Şeyx Arafat Muhammed idi. Kitabın adı, tam adı İthafu Zavil Himmə bi şərh durusul mühimmə. Yəni mühüm dərslərin şərhi ilə əzm sahiblərinə töhfə. Kitabın adı budur. İlk öncə, yəni biz başlamamışdan əvvəl Allah Subhanahu istəyir ki, bu kitabı hamımız üçün faydalı eləsin. Və Allaha dua edir ki, Allahumma allimna ma yanfa'na və anfa'na bima 'allamtana və zidna ilma. Allah Subhanahu istəyir ki, Allah faydalı olan ilmi bizə öyrətsin, öyrətdiyini bizim üçün faydalı eləsin və bizim elmimizi artırsın. Və həmçinin Allahdan istəyir ki, Allahumma inna na'udhubika min ilmin la yanfa' və min qalbin la takhsha və min nefsin la tashba' və min du'ain la yustajab lə. Allahım, fayda verməyən elmdən, qorxmayan qəlbdən, doymayan nəfsdən və cavab verilməyən duadan sənə sığınırıq. Deməli, ilk başlayır müəllif Muqaddimət-i Şərih, yəni şərh eləyən Şeyx Arafat qısa müqəddimə başlayır. Sonra isə müəllifin həyatı barəsində, tərcümə halı barəsində qısa olaraq götürəcək. Deməli, Muqaddimət-i Şərih, şərh eləyən Şeyx Arafat Muhammed Hafizahullah buyurur ki, Bismillah, Allahın adıyla və elhamdülillah, həmd olsun Allaha və salatu və selamu alə Rasulillah, Allahın salavatı və salamı Allahın elçinin üzərinə olsun və əşhədu ən la ilahə illallah vahdahu la şərikə lə. Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və onun şəriyi yoxdur, təkdir. Və əşhədu ənə Muhammedən abduhu və rasuluhu sallallahu aleyhi və səlləm. Və şəhadət verirəm ki, həmçinin Muhammed sallallahu aleyhi və səlləm Allahın qulu və elçidir. Fə innə istəqəl hədith kəlamullah, ən doğru söz Allahın kəlamı və xayrəl hədiy Muhammedin sallallahu aleyhi və səlləm. Və ən xeyirli yol Muhammed sallallahu aleyhi və səlləmin yoludur. Və şərrəli umur mühtəthətuhə, ən şərri işlər sonradan ortaya çıxarılanlardır. Və kullə muhtəthətin bid'a, və hər bir sonradan ortaya çıxarılmış əməl bidətdir. Və kullə bid'atin dalalə, hər bir bidət zəlalətdir. Və kullə dalələtin finnər, və hər bir zəlalət də cəhənnəmdədir. Əmmə bə'd, və bu haqda sonra, və hədə şərhun muxtəsarun li kitab, bu müxtəsər qısa şərhdir, li durusul muhimmə li ammətil ümmə, lil imam Abdüləziz İbn Baz rahiməhullah teala. Bu qısa şərhdir, Şeyx Abdüləziz İbn Baz rahiməhullahın ümmətin hamısı üçün, bütün ümmət üçün mühüm dərslər risaləsinə. Və şeyx bunu ilk başda səsli şərh edib, sonra isə kitab halına gətirilibdir. Və dərhal keçir Şeyx Hafizahullah müəllifin qısa həyatı barəsində. Tərcümətül müəllif, tərcümə halı, həyatı, müəllifin, yəni Şeyx Abdüləziz İbn Bazın. İsmuhu, yəni onun adı nədir? Abdüləziz İbn Abdillah İbn Abdurrahman İbn Baz. Onun adı Abdurrahman oğlu, Abdullah oğlu, Abdüləziz oğlu İbn Baz'dir. ترعرع ونشأ ولد في الرياض العاصمة للدولة السعودية في شهر ذي الحجة من عام 30 و300 وألف. O, Şeyx İbn Baz, Səudi Ərəbistanın paytaxtı Riyad şəhərində hicri təqvimi ilə 1330-cu ilin Zilhiccə ayında anadan olmuş və orada böyümüşdür. ونشأ رحمه الله يتيما في الحجر والدته لأن أباه قد توفي وفي سن الثالثة من عمره. Allah ona rəhmət eləsin. Yəni o 3 yaşında ikən atasını itirib və atası vəfat elədiyindən dolayı yetim olaraq böyümüş və anasının himayəsində böyümüşdü. Anası onu tərbiyə etmiş və onun qayğısı ilə məşğul olmuşdu. Həmçinin anası ona gözəl xüsusiyyətlər, yüksək əxlaqi məqamlar aşılamış və elm tələb etməyə həvəsləndirmiş və bu yolda ona dəstək olmuşdu. Və beləcə də bu yolda da ona dəstək olmuşdu. واستمر في طلب العلم إلى توفيت أمه وهو في العقد ثالث من عمره. Və beləcə də o müsəlmanların alimlərindən, din imamlarından biri olmuş. Anası da Allah ona rəhmət eləsin. Ona sevgi göstərən, dəstək verən, yardım edən şəxs idi. O, anası vəfat elinə qədər elm öyrənməyə davam etmişdi. Həmin vaxtda artıq o 3-cü 10 illiyin ərəfələrində idi. Yəni 30-cu yaşlarında idi. Və kənə şeyx rahiməhullah, yəni İbn Baz rahiməhullah fi əvvəli əmrihi mubsiran. Yəni ilk başda, yəni gəncliyinin ilk əvvəllərində görürdü. Yəni gözü görürdü. Thumma da'fa basaruhu bi səbəb marad usibət bihi fi aynihi.
Sonra isə gözünə isabət edən xəstəlik səbəbindən gözü zəifləməyə başlayır. Hətta zəhbə basaruhu kullə. Hətta onun bütün görmə qabiliyyətini itirir. Huwa qaribun min sinni 20. Yəni 20 yaşlarına yaxın. Təxminən 20 yaşları ərəfəsində rahimehullahın, yəni gözü tutulub. İbn Baz rahimehullahın gözü tutulub. Və həzə ləm yemnəhu min tələbil ilm istimrar fi əxdihi. Gözünün tutulmağı, gözünün görməməyi onun elm tələb etməyinə mani olmadı və elm tələbində davamlılıqlı oldu. Bəl istəmara fi mülazəmətul uləmə vəl-fuqaha və istifədə minhum. Əksinə, alimlər, fəqihlərlə ünsiyyətə davam elədi. Onların yanına getməyə davam elədi. Onlardan faydalandı. Faydalı elm əldə etməyə çalışdı. Və işlərə dərindən yanaşdı. Yəni, məsələlərə dərindən yanaşdı. Uca Allah buyurur ki, qalə Teala, Uca Allah buyurur ki, فَإِنَّهَا لَا تَعْمَ الْأَبْصَارِ وَلَكِنْ تَعْمَ الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ. Həqiqətən maddi gözlər kör olmaz. Kör olan, lakin kör olan sinələrdə olan qəlblərdir. Sinələrdə olan qəlblərdir. Həc surəsi 46-cı ayə. فَكَانَ قَلْبُهُ بَصِيرًا. Onun qəlbi görürdü. لِأَنَّهُ نَشَى نَشْأَةُ الْفَاضِلَ الطَّيِّبَ الْكَرِيمَ. Çünki o, gözəl və fəzilətli bir mühitdə böyümüşdü. Yaxşı tərbiyə almış, sağlam əqidə sahibi olan alimlərdən dərs almış və onlardan faydalanmışdı. Və kânə min da'vati hādəl mənhəcil azim, mənhəcil sələfil qaim alə təməssül bil kitab və sünnə və fəhmi sələful ümmə. Və o böyük və əzəmətli sələf metoduna, Quran və sünnəyə, həmçinin sahabə və ilk nəsillərin anlayışına möhkəm bağlanmışdır. Və istəfədə rahimehullah min məhədəl ilmiyyə, yəni o elmi, yəni müəssisələrdən faydalanmış, şəriət elminə seçilmişdi. Hər dasa 20 yaşında ikən, təxminən 20 yaşlarında ikən o nəyə seçilmişdi? Qadiyyən. Sinnun 20, o yine fil qada. Qazi təyin olunmuşdu. Allahu Akbar. Özür bilirsiniz, qazi yəni yüksək vəzifədir yəni. Hakim, şəriət hakimi. Xüsusən əksər məsələlərə o baxır. Həd məsələləri, boşanmaq, evlilik və s. və s. və s. O məsələlərə hakim yəni. İslam hakimi nə edilir? Qazi. 20 yaşlarında o qazi təyin olunmuşdu. Subhanallah. Və kənə yuallimun nas. İnsanları öyrədirdi. Fələ yəti məscidən və lə مؤتمرا ولا ندوة إلا هو يعز وينصح ويعلم الناس في شتى العلوم. Subhanallah deyir. Elə bir məscid, elə bir konferans, elə bir toplantı olmazdı ki, o orada insanlara nəsihət verməsin və müxtəlif sahələrdə elm öyrətməsin. Xüsusən ət-təvhid, tövhid sahəsində, və təfsir, təfsir sahəsində, vəl-hədis, hədis sahəsində, vəl-fiqh və fiqh sahəsində. Və kənəl şeyxi Səmahətəl Mufti Muhammed ibn İbrahim rahimehullah əthər kəbir fi təvcihi və kənə dəlik fi əktər min münasibəti əv liqa. Onun şeyxi, həmin ölkənin müftisi Muhammed ibn İbrahim, Allah ona rəhmət eləsin, onun istiqamətləndirməsində böyük təsirə sahib olmuşdu. Bu, bir çox görüş və münasibətlər zamanı özünü göstərmişdi. İki vaxt şəğələ münasibə iddə və sar mufti Məmləkət Ərəbiyyət Suudiyyə. Çox vəzifələrdə işləmiş və daha sonra isə Şeyx bin Baz rahimehullah Səudi Ərəbistanın müftisi olmuşdu. Ləm təşğulu həzəl münasibədə alə ilm. Yəni bu vəzifələr onu elmdən uzaqlaşdırmamışdı. Thumma ba'da zalik intaqala ila al-Madinətin Nəvaviyyə indama futihat Cəmiyyətul İslamiyyə. Sonra isə o Mədinəyə taşındı, köçdü. O zaman ki Mədinə İslam Universiteti açılmışdı. Fəkənə naibə li rəisil cəmiyə. Deyir ki, o Mədinə İslam Universiteti ilk açılanda orada müdür köməkçi idi. Və istəmərrə fiyhə qurabı 15 sənə. Təqribən 15 il orada qaldı. Thumma ba'da zalik intihali ilə Taif. Sonra Taifə köçdü. Thumma adə ilə Riyad. Və sonra isə Riyada gəldi. Elmi araşdırmalar, fətva, dəvət və irşad idarəsinin rəhbəri təyin olundu. وأما مؤلفاته رحمه الله فيه كثيرة متنوعة فقد جمعت فيه مجموعة اسمه مجموع الفتاوى والمقالات متنوعة. Ama yazdıklarına gəlincə isə Şeyx Rahimehullahın yazdıkları olduqca çoxdur. Yəni bunlar Məcmu Fatava və müxtəlif məqalələr adlı külliyyatına toplanmışdı. Və qad kutub kitabatan kəsir fi tərcüməti və həyati və fiqhihi və əqidəti və minhəcihi fi dəvəti ilallah. Artıq yəni onun həyatı, fəqihliyi, əqidəsi, Allahın yoluna dəvətə necə metodu olmağa varsa çoxlu kitablar yazılmışdı bundan əvvəl yəni.
Və la yətəsəl məqal li zikril əməl dəviyyə ihtimamı bil ilmi İslami. Sadəcə biz burada, yəni onun dərindən götürməyəcəyik. Qısa olaraq necə eləyəcək insanlara qısa olaraq necə fayda verdiyini bu qısa sözlərlə ifadə edəcək. Yəni uzun uzaq danışmayacaq bu barədə. Yəni onun və kana yeşfa'un nas və insanlara yəni şəfaət edirdi, köməklik edirdi. Yəni vaqf və yaqf ma'hum onlarla bərabər olan işlərə kömək edirdi. Yəni mövzudan qırağa çıxaraq deyək ki, Şeyx İbn Baz rahimehullah Allah rəhmət eləsin 50-dən çox həcc edib. Gözü görməməsinə baxmayaraq 50-dən çox həcc edib. Subhan, həcc nə boyda böyük ibadətdir və nə boyda məşəqqətdir və rahmehullah 50-dən çox həcc edib. Hətta alimlər deyirlər ki, o bəzi İslam alimlərinin yerinə həcc edib. O İslam alimləri ki, həcc edə bilməyiblər. Möhtərəm müsəlman, təsəvvür edirsin yəni. Deyirlər ki, İbn Həcərin yerinə həcc edib. İbn Həcərin həyatında oxuyub ki, rahiməhullahın, Hafız İbn Həcərin, Buxariyə şərh yazanın, oxuyub ki, o həyatında həcc eləyəməyib. Şeyx İbn Baz onun yerinə həcc edib. Rahmetullah aleyhi, Allah rəhmət eləsin. Qəni. Və sonra isə və yusibu məradi minəl əmrad təsəvvüf vəfati. Sonra isə o xəstələnir və vəfat edir fi yevmül xamis huwa el-yevm el-thamin ve 20 من شهر المحرم من عام 20 و400 وألف عن عمر الناس 90 عاما فارق الحياة وارتقروها إلى باريه وصلى عليه المسلمين بعد صلاة الجمعة في المسجد الحرام. وشيخ ابن باز رحمه الله yani hicrətlə 1420-ci ildə hardasa 1420-ci ildə Muharram ayında vəfat etmişdi. Muharram ayında vəfat etmişdi və onun cənazəsində böyük kütlə iştirak eləmişdi və onun cənazəsi cümə namazından sonra Məscid-i Haramda qılınmışdı. Və hədərə cənazətə mulukan, ruəsə, şurafə və unəsi min kulli məkan. Onun cənazəsində məliklər, başçılar, yəni vəzifə sahibi insanlar və dünyanın hər tərəfində insanlar iştirak eləmişdilər. Ləm yeşhədə tarix məthilən li cənazətihi. Tarix onun cənazəsi kimi böyük bir cənazəyə şahidlik etməmişdi. Fakat hadara ma yuqarib 1000 minel musallin. Rahimehullah ve gafara له. Təxminən 1 milyon yaxın insan onun cənazəsində iştirak eləmişdi. Və dəfn fi Məkkə'l Mukarrama və Məkkədə vəfat eləmişdi və orada dəfn olunmuşdu. Və əmmə münaqıbəhu və tənə uləmə aleyhə kətirə ciddən. Amma onun fəzilətləri və alimlərin onun haqqında dediyi tərif sözləri isə olduqca çoxdur və biz onu qısa bir dərsdə yenilənməli əhatə edib deyib çatdıra bilmərik. Və bu qısaca olaraq Şeyx İbn Baz rahimehullahın həyatı idi. Sonra isə Şeyx buyurur ki, müqaddəmətəl durusul muhimmə li ammətil ümmə. Ümmətin hamısı üçün vacib olan mühüm dərslərə giriş. Yəni bu müqəddimədir. Bu isə Şeyx İbn Baz rahimehullahın öz müqəddiməsidir. Qal müəllif rahimehullah. Müəllif Şeyx İbn Baz buyurur ki, Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adıyla müqaddimə. Elhamdülillahi Rabbil alemin. Həmd olsun aləmlər Rabbim Allaha. Vəl-aqibətu lil-muttəqin. Gözəl sonluq təqva sahiblərinindir. Və sallallahu və səlləm alə abdihi və rasulihi nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcməin. Allahın salavatı və salamı olsun onun qulu və elçisi olan Muhammed sallallahu aleyhi ve səlləmə, onun ailəsinə və bütün sahabələrinə. Və əmmə bə'du və sonra və həzil kəlimətil mu'cizə fi bəyəni bə'dəmə yecibu ən ya'rifuhul ammə an dinil İslam səmmeytuhə əd-durusul muhimmə li'ammətil ümmə. Sonra buyurur ki, bunlar İslam dini haqqında sadə insanların, yəni bütün insanların bilməli olduğu bəzi məsələləri açıqlayan qısa sözlərdir. Yəni böyle bir məsələlərdir ki, bu məsələlər hamı bilməlidir. Yəni alim və s. ümmətin hamısı üçün, sıradan insanların hamısı üçün. Ona görə bu kitabı adlandırdım Əd-Durusul Muhimmə li'ammətil ümmə. Ümmətin hamısı üçün, ümumi kütləsi üçün mühüm dərslər. Və əsəlullah ən yənfəə bihəl muslimin və ətəqəbbələhə minni və Allahdan istəyirəm ki, müsəlmanları bu kitabla faydalandırsın və bunu məndən qəbul eləsin. İnnəhu cəvadun kərim. Həqiqətən o çox səxavətli və kərimdir. Sonra isə şərhçi Şeyx Arafat, Allah onu qorusun, buyurur ki, Əradəl müəllif rahiməhullah ən yəktubə kitabən muxtəsaran tənfəl musliminə tənfəl nəzə kəffə. Müəllif, yəni Allah ona rəhmət eləsin, bütün insanlara fayda verəcək qısa bir kitab yazmaq istəmişdi.
فهذه الدروس ليست للمتخصصين من طلاب العلم. Yani bu kitab, hansı ki müəllif yazıb, yalnız elm tələbələrinə və ixtisaslaşmış şəxslər üçün deyil. Əksinə onlar bütün insanlar üçündür. Ondan faydalansınlar və dinlərinə aid bilmələri vacib olan ən mühüm məsələləri öyrənsinlər. فبدأ رحمه الله بما يتعلق بدراسة تفسير القرآن ودراسة تفسير أهم الصور. Elə buna görə də müəllif, Allah ona rəhmət eləsin, Quran-ı Kərimin təfsiri ilə bağlı hissədən başlamış və Quranın ən mühüm surələrinin təfsirini öyrənməyi ön plana çıxarmışdır. Bundan sonra isə gəlir Əd-Dərsul Əvvəl, birinci dərs, Suratul Fatihə və Qısarus Suvar. Birinci dərs, Fatihə surəsi və qısa surələri haqqında qısa məlumat. Bunu saxlayaq gələn dərsimizə inşallah. Düzün Allah bilir. Və sallallahu aleyhi nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və atubu ileyk. Selamun aleykum və rahmetullahi və barakatuhu.